Hə, senin sorunu. Peki, azmış. Hələ? Bəli. Bismillahirrahmanirrahim. Allah'ım şeytanların vesveselerini Allah. Sana soruyorum Allah. Onların yanımızda olmalarını. İşlerimize xəbər qısmalarını. Sənə pənahlarını Allah. Şeytanların gücüzlər. Evet. Donmayın demek istedim. Kes sözü. Kurban olmalar de. Navastrokalar sökülürler. Yine prezidente müracaat yazarım da burada. Yaz. İki yazarsın. Yazarım ben. Tez ol. Ne oldu? Bismillah. Ne? Rəhman ve Rəhim olan Allah'ın adıyla. Aferin. Bismillahirrahmanirrahim deyəndə bilmirsən nə deyirsən. Azərbaycanca da dildə. Niməti bol, yaxşılığı sonsuz olan Allah'ın adıyla. Əziz prezidentimiz, hörmətli İlham Əliyev və Mehriban Əliyeva ən yuxarıda yəni vəzifə sahibi olanlar, yəni onlardır və sən nə istəyirsən, bildirirəm ki, çox dəhşət bir şey var ki, məsəl üçün nəyə əsasən, ona əsasən demək istəyirsən nəyi. Onu demək istəyirəm ki, nalturqalar tikirlər və ağaçları qırırlar, ağaçlar bir dərəcə qalıb küçələrdə. Bir dərəcədə keçal vəziyyətində, o ki, əvvəl sıx-sıx etsə, indi ağaçların axırına çıxırlar. Ağac nəyə xeyirdir, onu da demək üçün. Ağac, məsələn, sən də küçədə qucaqlayırsan, öpürsən ağaçları. Ağaclar stresi çıxardır. Əgər yaxınlaşdığında, əgər sevməyək, stres çıxartmaq üçün öncə yaxınlaşırsan, o elə deyil. Amma ağaca adam, yəni təbiəti sevən adam, ağaca yaxınlaşan, ağaca əl vururlar. Ağacın yarpağına, budağına, adam toxunanda əlinə, saçına, adam valla stresi çıxır. Yəni, bu klinikalara qaçırlar, nervpatologlar, cəzban, kim də ən böyüklər? Məsələn, nervpatolog Rəfə İsmailova həqiqətən də biliklilərin içində biliklidir. Amma nəyə lazım ki, o qədər, məsələn, bir diagnoz qoymaq üçün 300-400 manatın getməlidir. Nəyə görə? Aparatlardan keçirsən, nə bileyim, diagnoz, girişi falan qədər qiymət. Əslində nədir? Heç nə. İnterneti söndürdün, işığı söndürdün, nəsə keçmişə qayıtmaq və ağaclar çox olmalıdır. Ağaclar kəsirlər, bu təbiətin sonuna çıxmırlar, sizin ziyanınıza nə edirlər? Nə istəyirlər edirlər də. Birinci listədə paylaşmışlar və bildirdin, bəli, ağaçlar, adam, stresini çıxardır. Heç bir nervpatologa getmək də lazım gəlməzlər, onu da bildir. Belə. Onu da bildir deyən sən dedim, mən biliyorum. Sağ olun. Niyə kəsirlər ağaçlar? Ağlam sənə ağac kəsirlər. Bilsən mi? Olmaz, yaxşı, olmaz, nə istəyir? Sizin, yaxşı. Bildirdin, davay,